Bir nəfər Azərbaycan cəmiyyətində bu cür sensasiyalar birinci dəfə olmur. Sübut eləmək istəyib ki, mən savadsız olsam da qabiliyyətim var, qabiliyyətimə görə gəlib böyük bir imkan sahibi olmuşam və imkan sahibi olmağımda da rolu alimləri doğru idarə etməyimdə olub. Həqiqətən də indi alimin funksiyası pul yığmaq deyil, pul qazanmaq deyil. Alimin funksiyası öz düşüncəsini, intellektual məhsulunu hansısa formada cəmiyyətə təqdim eləməkdir. Bunu bir iş adamı da onu öz himayəsinə götürüb elətdirə bilər, dövlət də götürüb elətdirə bilər, ya başqaları da. Ona görə də yəni burada məncə çox bizim gözlədiyimiz bir hadisə baş verməyibdir. Sıradan insan fikirlərini açıqlayıbdır və bəzən də biz bu məsələlərin üzərinə gedəndə cəmiyyətdə çox insandan səmimiyyət gözləyirik. O səmimiyyətlə nəyisə demək istəyən insanlar belə gizlənməyə başlayacaqlar ki, mən səmimi nəyi deyim. İndi insan öz dünya görüşünə görə fikirlərini açıqlayır. Fikirlər təbii ki, nöqsanlı fikirlər var, müəyyən cəmiyyət həyatında qəbul olunması mümkün olmayan görüşlər var. Məncə bundan daha acınacaqlı cəmiyyətdə faciəli başqa bir proses baş veribdir. Yəni mən bu məsələni cəmiyyətin diqqətinin yönəlməsini da normal qarşılayıram. Çünki biraz bizim daha çox əyləncə modeli kimi bu məsələlərə baxışımız var. Yoxsa bunun hansısa bir nəyinsə ifşa olunması, nəyinsə üzə çıxması kimi baxılmasından daha çox əyləncə kimi baxılması, mizah kimi baxılmasına yönəlik bir tendensiyanı görürəm. Amma ən böyük faciə bilirsiniz nə baş verdi? Bu günlərdə qısa metrajlı bir film çəkilib. Bu filmin demək çəkənlər hansısa bir bölgənin adını çəkiblər və bu bölgənin demək adını çəkmək bir qəbahət sayılıb və yaradıcı insandan üzr istənib ad çıxarılıbdır. Bu bilirsiniz nə deməkdir? Bu Azərbaycan cəmiyyətinin gələcəyində yaradıcı insanın gözünün qorxudulması və hər kəsin yaradıcılıqdan uzaq olaraq mühitin mövcudluğunu qoruma, mühafizəkarlıq xarakterində öz həyatını davam etdirməsi deməkdir. Yəni bu cəmiyyətdə artıq düşüncə, hansısa bir şəkildə nəyəsə münasibət bildirmək olduqca çətinləşməyə başlayacaqdır. Və burada ən böyük acınacaqlı durumlardan biri odur ki, yaradıcı insan özü öz cəsarəti ilə özünü müdafiə etmə xarakterinə sahib deyil. Yəni mən bunu yaratmışam, axıra qədər də müdafiə eləyirəm, düzgün yaratmışam. Yəni təsəvvür edin, sabahları mən bir əsər yazıram, bir kəndin adını çəkirəm, o kənddə kriminaldan yazıram. O kənddə deyək ki, hansısa bir oğurluqdan yazıram. Bu kəndin cəmaatı töküləcək ki, bizim kənddə oğurluq ümumiyyətlə olmur. Bizim kənddə heç kimi öldürmürlər. Bizim kənddə ümumiyyətlə xəyanət olmur. Bu yanaşma əslində Şərurlu İsfəndiyarın məsələsindən çox faciəli bir vəziyyətdir. Yəni vaxtilə bir rejissorun, bir yaradıcı adamın yanaşmasına münasibət də onu göstərir. Vaxtilə baxın, indi erməni mövzusu bizdə həssas mövzuydu, Əkrəm Əhlisti mövzuda yazanda insanların təbii refleksini anlamaq mümkün idi. Amma indi artıq hansısa bir şəkildə hərənin müəyyən elədiyi bir müqəddəslik var. Məsələn, müqəddəslik subyektivdir də. Siz bir kəndinizin yanında yerləşən bir piri müqəddəs saya bilərsiniz. Kəndinizdə hansısa bir din adamını müqəddəs saya bilərsiniz. Mən də deyək ki, Axundovu müqəddəs saya bilərəm, Mirzə Cəlili müqəddəs saya. Mənim üçün toxunulmaz odursa, sənin üçün odur. Biz yəni xristianlarda olduğu kimi kimisə kilsənin qərarı ilə müqəddəs elan eləmirik ki, bizdə sadəcə subyektiv insan dəyərlənməsi var. Amma mən hesab edirəm ki, biz daha çox bu müzakirəyə yönəlməliyik və yaradıcı insanın düşüncəsini ortadan qaldıra biləcək məhdudiyyətlərə münasibətimizi ortaya qoymalıyıq. Baxın, bir teatrda baş verən proseslərə baxın. Teatrın rəhbərindən hansısa bir şəkildə rol alma davası aparıla bilər. Yaxud da idarə etmədən narazılıq bildirilə bilər. Amma şəhidlik üzərindən bir manipulyasiya edilərək bir, deyək ki, idarə rəhbərini, müəssisə rəhbərini, yaradıcı şəxsi şəhidlərə hörmət etməməkdə suçlamaq. Bu nə deməkdir? Bu subyektiv dəyərləndirmə ilə cəmiyyəti qıcıqlandırmaq üçün hansı yollar seçilir? Və ona görə də mən hesab edirəm ki, yaradıcı həyatımızda qısırlaşma, yaradıcı həyatımızda bu məhdudiyyət, göz qorxutma Azərbaycan gələcəyi üçün ən böyük təhlükələrdən biridir. Yoxsa çünki
vergidə bu baş verdi, tikintidə neqativ var. Rəsmi yoxsa bu məhəllə? Qeyri-rəsmi, dövlət də bu məsələdə mütləq müdafiə eləməlidir yaradıcı şəxsləri. Dövlət onun arxasında durmalıdır. Söhbət nədən gedir? Söhbət mehriban. Qısa metrajlı film çəkilir. Təxminən mən də bilirəm. Bu filmi çəkir. Buzovna Bir sakinlərindən kəndin bağlı. adını çəkib. Başa düşdüm, olmaya bilər orada da. Amma bu formada bir yaradıcı adamların Təzyiq göstərib hansısa bir orada. şəkildə təzyiq altında saxlanması bu yanlış bir şeydir. Hansısa bir deyək ki, Sabirabaddan, Naxçıvandan, hardansa bir neqativ bir şey Yox, verilir. təzyiq belə Fiziki təzyiq olub və onlar Ha, qorxularından fiziki sonra bığlarını və saqqallarını qırxıblar, sonra da Və həmin yaradıcı bu filmi artıq siliblər. Azərbaycan cəmiyyətində dünyəvi dövlətin instinktinin zəifləməsi deməkdir. Və dünyəvi dövlətdə sərbəst fikir azadlığı, konstitusiyada nəzərdə tutulan insan azadlığı, insanın öz demək yaradıcı baxışlarını ortaya qoyma azadlığına qarşı böyük bir təhdiddir. Və o baxımdan mən bəli. göstərirəm ki, nədənsə narazı ola bilərsən, nə hansısa bu orada hüquq mühafizə orqanlarına şikayət edə bilərsən. Amma bu formada insanların hansısa bir şeirə görə, hansısa bir əsərə görə, hansısa bir tarixi araşdırmaya görə bir yaradıcı insanları linç etməsi bu Axundovun beşikdə öldürülməsi deməkdir. Mirzə Cəlilin beşikdə boğulması deməkdir. Sabah yetişməyən bir düşüncə adamının yoxluğu, məhvi deməkdir.